mühəndis, tacir, həkim, nazir, öləndə bütün bu adlar qalır bu dünyada. Hamısına bir dənə ad deyirlər. Cənazəni gətirin, cənazəni qaldırın, aparaq dəfinə. Çalışın, yaxşılıqdan qəflətdə olmayasınız. İnsana həyatda ölümündən sonra ya etdiyi yaxşılıqlar qalır, ya etdiyi pisliklər qalır. Həmin cənazə deyilən məxluqa, varlığa ya rəhmət göndərilir yaxşılığına görə, ya etdiyi pisliklərə görə lənət göndərilir. Belə bir el misalı var. Deyir, sən dünyaya gələndə hamı gülürdü, sən ağlayırdın. Elə yaşa ki, bu dünyada, sən dünyadan gedəndə sənin yoxluğuna hamı ağlasın, sən güləsən. İnsana bu dünyada etdiyi əməllər qalır. İnsan əməllərinin girovudur. Yaxşıdırsa, yaxşı olaraq qalacaq. Pisdirsə, pis olaraq qalacaq.